Bismillahirrahmanirrahim. Allah'ın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. Bugünkü dərsimizin mövzusu qalın hərflərdir. Ötən dərsimizdə biz hərəkələri öyrəndik və onların vasitəsilə incə hərflərdən olan əlif və bə hərfini səsləndirdik. Bugün isə həm qalın hərfləri tanıyacağıq, həm də onların hərəkələrlə səsləndirilmə qaydasını öyrənəcəyik inşallah. Başlayırıq hərflərimizlə tanış olmağa. Ərəb əlifbasında 7 ədəd qalın hərfimiz var. Bu hərflər xa, sad, dad, ta, va, qayn və qaf hərflərdir. Düzdür, bəzi hallarda bu sıraya ra hərfi də daxil edilir. Yəni olur 8 hərf, qalın hərf. Lakin ra'nın bir istisnası var ki, ra hərfi hərəkələrə görə həm qalın, həm də incə oxuna bilər. Məsələn, fəthə və damməylər qalın oxunur, lakin kəsrə ilə incə oxunur. Ona görə də biz onu tam qalın hesab edib bu sıraya daxil etmirik. Mən burada xa hərfini yazıb, belə kiçik formada 3 ədəd yazıb, nümunə göstərmək istəyirəm hərəkələrlə oxunuşunu. Yəni bu hərflərin hər biri eyni şəkildə tələffüz olunur hərəkələrlə. Ona görə də mən yalnız xa hərfindən nümunə göstərirəm. Xa hərfi üzərində fəthə yazsaq, bu bizə xa səsini verir. Xa altında kəsrə yazsaq, bu bizə x səsini verir. Burada mən x yazmışam, bir də x deyəndə çox quru səslənir. Yəni tələffüz edərkən diqqət edin ki, bu belə x şəklində deyil. I ilə i arasında, amma daha çox i-yə yaxın bir səsdir. Yəni bunu belə tələffüz edərsiniz inşallah. Sonra üzərində dammə qoyulduqda isə bu bizə xu səsini verir. Yəni belə xa, xi, xu kimi oxunur. Bir də onu qeyd edeyim ki, ərəb dilinin belə qariziflərindən biri də burasındadır ki, yəni biz bir söz deyərkən, yazarkən, söz demək istəyərkən, əgər incə hərf əvəzinə qalın hərf desək və yaxud qalın hərf əvəzinə incə hərf desək, oxşar bir hərf desək, biz sözün mənasını tamamilə dəyişmiş olarıq. Bir söz demək istəyərkən, ona tamamən zid, tamamən fərqli bir söz demiş olarıq. Ona görə də diqqətli olmaq mütləqdir. Bunu mən bir nümunə göstərmək istəyirəm. Məsələn, yazmaq istəyirəm burada mən seyf sözünü. Seyf ərəb dilində qılınc deməkdir. Gördüyünüz kimi sin də yazılır, sin, yə və fə hərflərinə. Ona oxşar bir söz yazmaq istəyirəm. Məsələn, sayf sözünü. Burada isə artıq biz sad hərfini yazırıq. Qalın hərflərdən biridir sad, gördüyünüz kimi. Sayf sözünü yazırıq. Burada indi gördüyünüz kimi bənzərlik var. Məsələn, bu qılınc, bu isə yay fəsil deməkdir. Mən əgər qılınc demək istəyərkən sayf, sin yox, sad yazsam və yaxud sa desəm, sayf desəm, bu olacaq yay fəsli. Məna tamamən dəyişəcək, tamamən demək istədiyimlə fərqli bir söz demiş olacaq. Və yaxud da mən yay fəsli demək istəyərkən, yəni sayf demək istəyərkən, mən bura sin yazsam və yaxud sayf desəm, bu artıq olacaq qılınc. Yəni buradan biz bunu açıq şəkildə görürük ki, biz nə qədər diqqətli olmalıyıq bu mövzuda. Yəni qalın hərflərlə incə hərflərin yerini biz əsla qarışdırmamalı, düzgün şəkildə onları tanımalı və sözlərimizdə həm yazıda, həm də tələffüzdə diqqət etməliyik.